Bir daha hamınızın axşamı xeyir olsun dostlar. İndi başlayacağıq bu gün heç bir yerdə olmayan 11 dekabr 2025-ci ilin qəbul suallarının izahına baxmağa. Qeyd edeyim ki, bu gördüyünüz hissədəki sualların hamısı Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi son keçirilən qəbulda düşən sual və onun bənzər tipləridir. Burada olan sualların əksəriyyəti, onsuz da belə deyim, davamlı sınaq işləyən və test işləyən insanlar və bizim dərslərimizdə olan tələbələrin hamısı bilir ki, bunların hamısı yəni bizim normal gündəlik ev tapşırığında etdiyimiz şeylərdir. İmtahanda biraz stres və sair olduğuna görə biraz bunlara qarşı diqqətsiz olmaq olur. İndi gəlin elə birinci sualdan başlayalım. Qeyd edim ki, birinci sual sırf riyaziyyatla bağlıdır. Bəs bu birinci sual necə tapım neyini? Dostlar, kısa bir özet verim. Burada verilen misalda yazı bey məsələnin ən böyük. Burada ən böyük də 9'dur. Amma 9 niyə olmur? Onu ispat edeyim sizə. Sonra 8'e keçin. Bu misalı sırf riyaziyyatı olanlar, daha yaxşı olanlar belə qeyd edeyim, məni anlaya bilər ki, A'ya əgər 9 desə, özdə yazın. Bax görürsünüz, deyir, A'nın ala biləcəyi qiymətlərdən böyüyün tap və hamısı bir-birindən fərqli və bir rəqəmli ədədlərdir. Bəs bu nədir müəllim? 9 desəydim bunlara, bu eləyir 81. 81'in vuruklarında 4 dənə 3 var. Ya buna bir 9, 2 dənə 3 deyə bilərəm. Ən azından buradaşlarla əvəzləmək istəsəm. Çünki 3-ə bölünən ədədlər 9'dur, 3'dür və 6'dır. İndi məsələ nədir? Mən 9'u demişəmsə, lap bunlara 6 desəm belə. Özümdən deyirəm ha. 6 desəm belə, bu 36 ilə, yəni bunların tərkibində olan bu 3 ilə bu 3, ixtisar getdi bax bu 3'lərlə. Növbət istifadə edə biləcəyim bir dənə ədəd qalıb. O da bilirsiniz nədir? 3. Mən də bunların hərəsinə fərqli-fərqli olduğuna görə birini 3 verə bilərəm. Lap bu 3-lə də bu 9'un 3'ü getsin. Yerdə bir dənə 3 qalır deyə. Ona görə mən sağ tərəfdə 9 yaza bilmərəm. Dedim ki, bu izahım bir çoxlarınız üçün tamamilə qatışıq gələ bilər. Heç məni anlamırsınız əksəriyyətiniz. Sizin anlamamağınız mən tərəfdən anlaşılandır. Mən birbaşa rəqəm də qoyub yaza bilərdim ha bura. Ona görə A'nın qiyməti 9 deyil. Heç 7 də ola bilməz. Bilirsiniz niyə? Çünki 7'ni 7'yə vursam 49 eləyir. Heç görürsünüz mən N'dən söhbət eləmirəm ha. Axı bu tərəfdə mənim 7'yə bölünən hər hansısa bir ədədim yoxdur. İndi A'lara 8 desəm. 8'i 8'e vursam 64'dür. 64 16 vur 4 deməkdir. Mən bir 4 deyə bilərəm, 2 deyə bilərəm, 1 deyə bilərəm. Bəs neyniyim? 8'i 8'e vursam, onda verilən hissədə baxın, 8'in qarşılığı olan ədədlərdən 4'lər var. İndi yerdə qalan digər hissələrdə isə yenə 3 desəm, 8'i 8'e vurup 13'e vursam, bir 192. İndi o 192'ni 16'ya bölsəm, yerdə qalır 12. 12 də məndə 2, 6 və 1'dir. Yəni bir-birinə vurandır. İndi sizdə sual yarana bilər ki, bu 2'ni niyə buna verdin, 6'nı niyə buna verdin, buna 1 mi? Məsələ onlara nə verməyim deyil ki. Məsələ cavab almalı. Yəni A'nın qiymətinin maksimum neçə ala bilərmişəm? 8. Bu biraz çətin misaldır. İndi test edirəm bu gördüyünüz ikinci sualla bağlı. Bunu əvvəlki dönəmlərdə də son keçirilən qəbul suallarının izahı var. 90 sual. Orada da bununla bağlı izah vermişəm. Nəyin necə olacağı ilə bağlı. Siz bunu da həll eləyib həmçinin orada baxa bilərdiniz. Bəs yaxşı. Əgər bu belədirsə, qeyd edelim ki, bu sualda dostlar, iç tərəf öz üçün bir hərəkət eləyir. Çöl tərəfdə özü üçün bir hərəkət eləyir. Bəs yaxşı. Əgər bu belədirsə, bax, çölündə duran fiqur çölə uyğun hərəkət eləyəcək, içərisində, yəni ikisi də eyni anda fırlanmağa ya da hərəkət etməyə məcbur deyil. Bu çöldə gördüyünüz fiqurun bu hissəsindən bura hərəkət elətdirməyə bir yolu, bir 90 dərəcə sağ hərəkət elətdirməkdir. Yəni hərəkət elətdirib sağa sola güzgü vermirəm ha, olduğu kimi qalır yerində. Əlavə olaraq bir də bu gördüyünüz fiquru sağa güzgü verə bilərəm çöldəkini almaq üçün. Ancaq çölə baxıram. Ya da ki bu gördüyünüz fiquru sola güzgü verə bilərəm. Yəni sağa güzgü vermək, sola güzgü vermək bir-birinin eynisidir. Heç fırlatmadan. Bir də bunun içərisində bir də bax bu fiqurun özünü 180 dərəcə fırlatsaydım,
Çöl tərəfində gedən fiqurdan gedir söhbət. Belə bir fiqur alınır, baxın. Bunu ya 100, söhbət çöldəki fiqurdan gedir. Ya bunu 180 dərəcə sağa sola fırladıb, aşağı və yuxarı güzgü verə bilərəm. Yəni bu xətt çəkməyim o deməkdir ki, ya aşağı güzgü ver, ya da yuxarı. Okey. Bir də içərisindəki fiqur. İçərisindəki fiquru isə bu formadan bura almağın yolu. Burada i yazıram ki, biləsiz. Ya bunu 45 dərəcə fırladıram, sadə qrəb istiqamətində, ya 135 dərəcə, ya 225, ya da ki, 315 dərəcə. İndi bu misalları həll etdiyim zaman da gəldim bura və baxıram. Demək, diqqət etsəniz, bir də bu misalı fırladandan sonra sağa, sola, aşağı və yuxarı. Niyə? Bu misalı belə formada alandan sonra. Görürsünüz, bunu sol tərəfə güzgü versəm yenə həmin fiqurdur. Hı. Sol tərəfə güzgü versəm yenə həmin fiqurdur. Bunu dəyişməyə çalışıram, bunu buradan götürməyə çalışıram, götürmürəm. Demək, bunu sol tərəfə də versəm həmin fiqurdur, sağ tərəfə də versəm. Onda mən nə idim? Bu misalda mən belə deyim. Normalda bu testi, bu mövzunu 90% tələbə anlamır. O da niyə anlamır? İstəyirlər ki, düzgün variant tapalar. Amma düzgün variantı tapmaq çətindir. Ən yaxşısı çətin variantın üzərindən gedib misalı həll eləməkdir. Verilən misalda bu gördüyünüz sualı 90 dərəcə ya sağa fırlada bilərəm. Ona görə C variantı alınmaz. Deyildi. Çünki mən 90 dərəcə fırladandan sonra buna heç bir güzgü vermirəm. Yəni fiqur 90 dərəcə fırlanandan sonra o belə dayanır üçbucaq. Ancaq bu gördüyünüz misalın bu hissəsini almağın bir dənə yolu var. Gərək bunu sağa güzgü verim ya da sola. Axı məndə 90 dərəcə fırladandan sonra heç nə eləmirəm. Və 5 niyə səhvdir? Bu gördüyünüz bu çöl tərəfə görə. Bu məndə bir dişi. Bunun üçbucağın bir tərəfi digər tərəfinə doğru fırlananda maksimum hərəkət edə bilir 90 dərəcə. Demək, neçə dərəcə? 90. Onda bu misalda da bu məndə hərəkət edə bilirsə 90. Bu hissə səhvdir. Elə 5 və 3 olan variantları çıxsaydım mən testin içərisindən. 5 yenə qalır A bənd. Bir çoxunuzu düşündürən sual. Həmin o sual nədir? Niyə bir doğru çıxır? Bax, birlə bağlı, doğrularla bağlısa belə bir məlumat verim. Burada bir də bir çoxlarınızın biləndə. Əsas şey nədir? Bu 2 və 4. Bir-birinin nə idi? Diqqətlə baxın. Güzgüsü. Əgər bunlar bir-birinin güzgüsüdürsə, onda demək olar ki, bu cavablar doğru variantlardır. Demək, bir-birinin güzgüsü olan iki fiqur varsa, bunlar nədir buna? Aid. Elə bir test görsəniz, o kimi də götürüb misal əldə edə bilərsiniz. Sonra keçirəm. Hər imtahan olduğu kimi, bu imtahanda bizim qəbullarımızda düşən fiqurların sayılması ilə bağlı olan test tapşırığına demək, siz diqqət etsəniz, deyir, burada neçədən üç bucaq var? Sayıram. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Ümumilikdə birli fiqur 8 dənədir. Sonra bax, bu gördüyünüz digər fiqur. Qırmızı ilə çəkim ki, rahat görsənsin. 1. Bu gördüyünüz hissənin özü 2. Bir də bütöv fiqurun özü 3. 8-in üstünə 2 üstünə 1 gələndə cəmi eləyir 11-dən 3 bucaq. Bəlkə də əksəriyyətiniz o qədər çətin fiqurlar işləmişsiniz ki, fikirləşirsiniz ki, yox, vallah belə çətin sual mən heç gözləmirdim. Bir asan, daha doğrusu asan sual gözləmirdim mən oradakı. Mənə belə şey düşsün gəldi. Demək, həmişə çətin olacaq deyə bir şey yoxdur. Keç edirik növbəti bir çətin suala. Söhbət nədən gedir? Bu sağ tərəfdəki sualdan. Bu sual artıq bir neçə imtahandır. Bizdə qəbulda mövcuddur. Bizim daimi dərslərimizdə olan, mən imtahandan əvvəl YouTube-da bununla bağlı geniş formatlı izahlar paylaşmışam. Dostlar, əksəriyyətiniz əgər izləmişsinizsə o videoları, mən vergi üçün sınaq paylaşanda, həmin hissələr orada da vardı, bu arada.
Bəs bu sualı necə edəcəyim, müəllim? Neyniyim? Hə, birincisi çətindir, açığı, düzdür. Normal riyaziyyatı olan tələbə üçün belə çətindir. Çünki misal qatılmadı çox sadə görsənir. Amma sırf bu sualı tapmaqdan ötəri bir, 2, 3 dənə misalı həll edib tapmalısan. Və bu sən tapmaq üçün dördüncü həldə buradır. Yəni kimdəsə də o qədər səbir və belə deyək də ürəkli olmağı gözləmirəm. Çünki tələbələrin çoxusu bu misalı görəndə qorxur. Hə, indi neyniyim? Birincisi siz başa düşməlisiniz ki, bu mənfi 20 faiz nəyə aiddir? Bu müsbət 20 faiz nəyinkidir? Verilən bu misalda bax yazıb 2024-cü ilin 23-cü ilə nisbəti, analoji. Yəni 24 23-ə nəzərən. Yəni bu 7,5 24-ünküdür. 23-ə nəzərən neyniyib mənfi 20 faiz? Azalıb. Yəni mənfi 20 faiz olmaq o deməkdir ki, bu hansısa bir ədəddir və verilən ədəd məndə 20% neyini azalır. 7,5 hansısa ədədin 80%-idir. Və görək bunun 100% nədir? Yəni bu 20% azalıb gəlib bura. 100% də mənim üçün x-dir. Çarpazlaşdırıb vursam, o zaman x bərabərdir 9 tam 1000-də 375. Sən demə beləymiş, bəli. İndi məsələ nədir? Bunu tutalım tapdımı? Hə, okey. Sonra nəyə diqqət edeyim? Sonra baxacağınız səbəb mənfi 1,6. Nə azalıq? Deyirik, ixrac olunan təbii qazın dəyərinin, xam neftin dəyərindən ilə faizlə müqayisədə. Yəni, bura qazındır. Qaz ya mənfi 1,6 azalıb, ya da 1,6 artıb. Buranı qursu qələmimlə yazım ki, 9,375. Hə. Onda bu gördüyünüz misalda 7,5 2020 xam neft 1,6% azalıb nəyə almalıdır? Qazı. Yəni indi tapmalıyam görüm. Verilən misalda 7,5 mənfi 1,6 azalır. Bunun verilən misalda tapacağım hissəsi hansı ədədin 90, 1,6 gedibsə məndə nə qalıb? 98,4%. Bölürəm 100-ə. Onda bu da mənim üçün bərabərdir. 73,8. Demək, yəni 7,38. Sən demə xam neft 1,6% azalıb. Təbii qazın miqdarı neçə eləyib? 7,38. İndi görürsünüz nə yazıb bura? Təbii qaz. Bu da ilk 5 aya. Dediyim kimi burada danışdığım bəzi şeylər bir çoxlarınıza nağıl kimi gələ bilər. O da normaldır. Bu da hansı sənədin? Bax, indi 20% artımı nə deməkdir? Yəni bir şey azalmazsa 100-dən çıxıb böləcəm. Bir şey artması da 100-ün üstünə gəlib bölürəm. Bu 738-də böləcəm. 120%. Görüm hansı sənədin? Yəni 7 tam %38 hansı ədədin 120%-idir. Mən tapım görüm, bəs bu ədədin 100%-i nə qədərdir? X. Çarpazlaşdırıb vursam x məndə bərabərdir 6 tam %15. Hə, indi bura qədər tutalım, misalı yaza-yaza gəldim. Hələ ama da misalı başa düşmüşəmsə. İndi bura qədər yazmışamsa, indi adamda biraz şübhə yaranır. Görəsən misal düzəldim, yoxsa yox. Bu hissədə dostlar, nəyi bildirir? Təbii qazın xam neftin dəyəri ilə müqayisədə. Təbii qazım 6,15-dir, neftim 9,1000-də 375-dir. Şimdi gəlirəm, həmin o 6,15-i bölürəm. 9375'e görüm onun neçə faizidir. Burada dostlar güclü şəkildə bölməyi bilmək lazımdır. Bu da eləyir məndə 6 tam. Bax burada bu sual qapalı sual formasında düşür deyə. Öz də faizlərə baxın bir-birinə 33 34'dür. Burada bir dənə 0 tam. %1 söhbəti tamamilə misal dəyişir. 0,1. 6 tam %15'i icazə. 6 tam %15'i bölürəm. 9 tam 1000-də 375'ə vururam 100'ə. Bu da bərabərdir. Həm nə dedin? 65 tam onda 6%. Demək bax bu gördüyünüz 6 tam %15
Bunun 65,6 faiz. Yəni təqrib olaraq neçə faizidir? 66 faiz. Hə, indi bu 66 faiz isə azalma baş verib. Nə qədər? 34 faiz. Bax bu gördüyünüz 0,1-ə görə misal neçə olur cavab? 34. Əgər o 0,1 olmasaydı 65,5 alsaydım, onda olacaqdı. Yenə də misalın cavabı 60, 34. Və misalım bu sualı açıq sual kimi də verib noyabr ayında keçirilən qəbulda. Bəlkə də bu sualla rastlaşanlarınız varsa, dediyim kimi baxa bilərsiniz. Hamar ağacdan sonra qəbula düşən sual tiplərindən biri də buydu. Çətindirmi? Hə. Və bu sualı mən necə öyrənim işləməyi? Bu videoya baxıb, bu testi işləyib, ən azından bir dəfə, iki dəfə əl vərdişi yaratmalısan. Keçid edirəm digər bir suala, operatorla bağlı. Yəni, rahat bir operator idi, qəbula düşmüşdü bizə. İndi verilən misalda bu operatoru tapmaq istəsəm, bir yuxarıda verib. A-nın qiyməti 2, B-nin qiyməti 3. 2 dairə 3. Bilirsiniz də bu misalı burada həll eləmirik, bu qalır. 2 üstü 2, üstə gələk. 2 vur 3. Bu gördüyümüz qara dairəni düşürəm aşağıda. 2 ilə 3. 2 operator 3. Ağ dairə. 3-ü 3-ə vursam çıx 9. Üstə də gələk. 2 romb dairə 3. Bunu da aşağıda edirəm. 2 ilə 3-ün. 2-nin kvadratı 3-ün kvadratı bərabərdə 14. Bu 14. Gəlir buradan misaldan həll olur. 14-dən 14 bax bunun qiymətidir. Gətirib burada nə edirəm? Qoyuram yerinə. Onda verilən misalda mənim üçün burada nə olmuş olur dəyərli dostlarım? Hə, demək aparıb yuxarıda yazacağam yerində. Onda verilən hissədə 14 üstə gəlinsin. 49 bərabərdir. 5 və indi bu üz üstə bura 13 eləyir dostlar. 14 yazmışım. Hə. 13-dən də 5 çıxanda qalır burada 4. Bu 4 də aparıb yuxarıda qiymət olaraq qoyuram yerinə. Onda verilən misalda hə, bu hissədə dostlar dairə burada artıq da buna fikir verməyin. Yerə baxın misalda nəsə o dairənin orada nə işi var? Heç elə bir dairə yox. Misalın hamısını bugün oturub düzəltmişəm. Qəbul sualları olsun deyə. Həm də imtahana getməmişdən əvvəl hamı baxsın. Ola bilər kiçik bir yanlışlıq olub, o da eybi yoxdur. Heç o misal təsiri də yoxdur. Gətirib sonra burada yazardım. 4 üstə gələk 4, üstə də gələk 6. O da bərabərdir 14. İndi həmin o 2-ni də vursam 14-ə. Bu hissə məndə eləyir 28. Demək onda sol tərəfimin qiyməti məndə 28-dir. Burayla bağlı problemim yoxdur. Okey. İndi sağ tərəfi yazın. Bu gördüyünüz misalda. Bu dairənin bizə heç bir aidiyyəti yoxdur. Arada təsdiqəm deyə dostlar üzr istəyirəm. Arada səsim biraz qəribə gələ bilər. İndi verilən bu misalda yenə operator 4 operator 3 -9 üstə gələk. 3 4 operator 3. İndi bura 4 operator 3-dür. Gətirib burada yazsam 2 üstü 4 üstə gələk 3-ün kvadratı 3-ün kvadratı. O da bərabərdir. 16 ilə də bura edir 25. İndi həmin o 25-i də gətirib burada. -9-u çıxsa, -9 üstə gələ 25. O da bərabərdir 16. İndi bu 16 da bax bunun qiymətidir. 3-ü də vursam 16-ya. Burada eləyir məndə 48. 48 ilə 28-i toplasam eləyir 76. Növbəti bir suala keçmək istəyirəm. Yenə bir anaqramla bağlanan test tapşırığıdır. Bu da əziz dostlar, bir sözün sonu digər sözün əvvəlidir. Ox, lov, lovğa. Yəni bir dəfə bunu dəyişdinsə bu olduğu kimi qalır. Siz fikir versəniz mən hələm 6 dənə sual izah eləmişəm. Hələ bir dənə içərisində bunun 3 dənə sualın üçü də çətin idi. 1, 2 və 4 nömrəli sual. Keçirik növbəti bir çətin suala. 7-ci sualla bağlı. Bilirsiniz də bu sualı bir neçə ay bundan əvvəl
Geniş formatda izahını vermişdim. Hər dəfəsində də izah eləyəndə çalışıram geniş formatda izah eləyim. Bax bu sual, bunun artıq dördüncü çətin sualdır deyərdim. Mən bayaqki sualların hamısı çətindir, asan suallar deyil. İndi o ki qalsın 7-ci suala. Birincisi siz UDM nədir, UDB nədir? Dünən bu testlərlə bağlı qruplara video atmışdım. Əlavə olaraq digər öz qrupumuzda da paylaşmışdım bunu ki, baxın bir də faydalanın. Birincisi UDM anlayışı var. Bir də var UDB anlayışı. Deyir Qətərin UDM-si Yunanistanın UDM-sindən 2 dəfə az. Yəni Qətər bərabərdir Yunanistan. Amma nə? 2 Qətər. UDB də nədir? Qısa bir özət keçim. Yəni elə bil bu mənəm. Mənim 100 manat pulum var. Bu UDM-dir. Bu isə UDB nədir? Alt- 60 manat da borcum var. Yəni mənim 100 manat pulum varsa, 60 manat da borcum varsa, mənim borcum ümumi məbləğimin neçə faizidir? Yəni 60 bölünsün 100, vurulsun 100. Yəni neçə faiz borcum var mənim? 60. Yəni bu da deməkdir ki, Azərbaycanın məsələn 100 manat pulu varsa dövriyyədə, onun 21 manat 80 qəpik nədir onun borcu? Demək burada verilən faiz nisbəti nəyə bildirilmiş? Sənin borcun. O zaman keçirəm bu hissədə aşağıda bir-bir. Baxırsınız, yazıb ÜDM-dən 2 dəfə az. ÜDB-si Azərbaycan ÜDB-sindən 5,5 dəfə çoxdur. Söhbət Qətərdən gedir. Qətər isə bərabərdir Azərbaycana. Nəyinə? 5,5-inə. Və deyir Yunanistanın ÜDM-si Azərbaycan ÜDM-sindən 3 dəfə çoxdur. Yunanistan həmçinin nəyə bərabərdir? 3 Azərbaycana. Onda belə çıxır ki, Qətər də Azərbaycandan 1,5 dəfə çoxdur. Əgər kiminsə riyaziyyatı varsa, heç bu misalı belə həll eləmir. Bizdə sözün əsl mənasında riyaziyyatı və bu misalı edə biləcək səviyyədə bilik və bacarığı olan uşaqlar olur. Biz belə eləmirlər. Onlar başqa tip edirlər. Dedim ki, mənim işim sizə baş salmaqdır ki, niyə gedişatlarda bu əməlləri eləməlisiniz? İndi baxdınız bu hissədə. Özümdən qiymət qoyaram. Niyə? Burada ən kiçik olan Azərbaycandır. 3-ə, 2-yə və 1-ə bölünən. Elə 300. Yəni Azərbaycanın 100 manat pulu varsa, Yunanistanın var 300 manat, Qətərin də var 150 manat. Deməli Qətərin ümumi daxili məhsulu 150-dir. Azərbaycanın da 100 manat pulu varsa, onun borcunu tapıram birinci. Bərabərdir. 100-ün 21,8 faizini 100 vur 21,8 bölünsün 100. O da bərabərdir 21 manat 80 qəpik. Yəni Azərbaycanın borcu 21,8-dir. Qətərinki də bundan 5,5 dəfə çoxdursa, gətirəndə Qətərin ÜDB-sini tapıram. O bayaq dediyim borcumuz. 5,5-i vururam 21,8-ə. O da bərabərdir 119,9. Təqrib olaraq belə bir məbləğ alınır. İndi bu Qətərin ÜDM-sidir, bu da Qətərin ÜDB-sidir. İndi bunu məndən faiz nəsə olsun? Yəni 119,9-u bölürəm 150-yə, vururam 100-ə. Görün bu onun neçə faizidir? O da bərabərdir məndə 79,98. Bunu da yuvarlaqlaşdırsam eləyir 80%. İlk dəfə bu testlə tanış olanlardan ötəri, ilk dəfə bu kimi bir test edənlərdən ötəri, bəli, bu test sözün açığı çətindir. Bəs mən bunu necə edim, neyniyim? İndi mən yenə də bu videonun aşağısından da sizin üçün bunun sırf tək olan videosu var izah olaraq. Onu yerləşdirəcəm. Baxarsınız. Daha sonra keçdik yenə digər bir aşkar operatorla bağlı. A-nın qiyməti 2, B-min qiyməti 9. Sizə də qəribə gələ bilər ki, belə sual düşər qəbulda. Vallahi düşəndə düşür, niyə düşmür ki? 2-nin kubunun üstünə gəlirəm. 5 vur 9-u. O da bərabərdə 53. İnşallah belə çətin düşməz.
Allah, yəni o bəyəkçilər kimi. Siz qorxmayın dostlar, sizin necə lazımdırsa burada hazırlaşdırmışıq ən azından və çalışmışıq ki, bütün hər sual tipinə rastlaşasınız. Həmişə mən bu kimi videoları paylaşıram. Testləri edəndən sonra, yəni bu videolarda baxanlar bilir. Mən o qədər xoş geri dönüşlər olur ki, bu məni həmişə sevindirir və işimə qarşı məni daha da çox motivasiya edir. Sevinirəm. İnşallah burada da videolara baxıb faydalansanız, testlər etdikdən sonra geri dönüş edirsiniz və həqiqətən bunun verdiyi hissi mən buradan başa sala bilmirəm sizə. Amma hər şey əladır. Bunu deyə bilərəm ki, sizdən sadəcə o tələb olunan şey vaxtı-vaxtında verilənlər eləyin. İndi 9-cu sualla bağlı verilmiş fiqurun işini fiqur hissələrə bölərdik. Biz həmişə öyrəşmişik çətin sahə və perimetri tapmaq. Bu asandır. 2-ni 2-yə vurardım 4. Bura 1-dir. Bu hissə də 1-in 1-ədir. Burada 1-dir. Verilən misalda bax buranı bölsəm, bu hissəsi 2, bura 1-dirsə, bura 2-dir. Yan tərəfləri silim ki, sonra çaş-baş qalmayaq. Hı. Burada məndə 2-dirsə, burada 1-dir. Onda bunun bu hissəsi 3. Bu hissəsi isə buradan bura. Görürsünüz? 2A-dır. Burada 2-dir. 3-ü 2-yə vursam, bura eləyir 6. Bir də burada 3-ün bu hissəsi 1-dir. 3-dür. 3. Bunların hamısını toplasam. 6'nın üstüne 4 gəlsəm. 10, 2, 1, 1, 3 toplasam 16. Cavab C variantı. Sanki içinizdən bir səs deyir, kaş elə bu düşsün. Bəli, kaş. Sonra digər sual, 10-cu sualla bağlı. Və yazıb. Balıqlardan biri kilkədir. Güllərdən biri nədir? Lalə. Sonra keçirəm 11-ci suala. Cədvəllə bağlı olan test tapşırığıdır. Biraz maraqlı bir sualdır, amma düzdür. Misalda siz fikir versəz, sətr sayı sütun sayından nədir? Çoxdur. Belə misallarda həmişə tələbələri ən çox qorxuzan şey misallara sətin üzrəmi baxın, yoxsa sütun üzrəmi. Onda deyəcəyim şey 2-dən 3. Birincini vurub 5-ə, çıxıb ikincini, bərabərdir 7. Düz adam var belə eləyir. 12 ilə 13 toplayıb bölüb 5-ə, yazıb sola. Onu da eləyə bilərsiniz. Yəni verilən misalda bu hissədə 65-i vurardım 5-ə, çıxardım 120-ni, bərabərdir 205. Bu da məndən istəyir ki, nəyi tapım? Bu qanun uyğunluğu ödəyəni. Heç nə. Bu da baxın 80-dan çıxıram. 80-i vururam 5-ə. 400. Çıxıram 16-nı. Bərabər 384. İlahi bəndə ödəyir. Demək dostlar, daha sonrasında baxın burada 12-ci suala. Hə, o birisi suala. Hansına müəllim? Hə, 12-ci sual. 12-ci sualı indi özüm düzəltdiyim kimidir. Bu tip artıq bununla neçənci səfərdir qəbula düşür. Hər dəfəsində düşdükcə mən o günlərim həftənin 5-ci günü canlı dərs keçirdim. Orada da izah eləmişəm. İl 2024-dən bəri izah eləyir ya bu sualı. Mən bir daha kiçik bir xatırlatma olsun deyə izah etmək istəyirəm ki, ola bilər ilk dəfə bu sualla rastlaşanlar olar. Adam var da məsuliyyətsizdir. İstəmir misal axıra qədər baxsın. Baxıram bu hissədə birincisi verilən hərflərin sayını yazıram. Bu misalda yaz bir T hərfi. T hərfinin düşmə ehtimalı. T cəmi bir dənədir. Bir kubun 600'ü var. T'nin düşmə ehtimalı 1/6'dır. L hərfi. L bir dənədir. Bir kubun 600'ü var. Elə bu sayını bölürsən 6'ya. Bu da altta birdir. N hərfi. O da altta birdir. I hərfi. O da altta birdir. Amma gördüyünüz bu misaldakı A hərfi isə baxın 2 dənədir. Demək A-nın düşmə ehtimalı 2/6'dır. Yəni 3'də 1 deməkdir. Yəni bu hərfləri gördüyüm zaman mənim ilk işim nədir? Baxıram bu hissədə hansının düşmə ehtimal sayı nə qədərdirsə, onu bir-bir yazacağam burada. Okey. İndi əgər bunu yazmışamsa, yaz bir ata. Bax, gəlirəm bu hissədə A-nın artıq düşmə ehtimalını bildiyimə görə.
Buradan yazın birinci. A mən yazmışam. 3'te 1 vurulsun. Altta 1 vurulsun 3'te 1. O da bərabərdir 54'te 1. Ana da onun kimidir. 3'te 1. Hərflərin rəqəmlərinə sonları qoyub bir-birinə vururam. Vurulsun altta 1 vurulsun 3'te 1. Bu da bərabərdir 54'te 1'e. İndi nil sözü ilə nal sözünə də baxıram burada. Nil sözü. Buraya yazım üçüncü. Biraz öyle qatışıqlı düşməsin. Altta 1 vur altta 1 vur altta 1. O da bərabərdir 216'da 1. Bir de var dördüncü nal sözü. Altta 1 vurulsun 3'te 1 vurulsun altta 1. O da bərabərdir 108'de 1. İndi şərtdə nə soruşur? Deyir 2 ən kiçik yığılma ehtimalının 2 ən böyük, daha doğrusu düzdür, 2 ən böyük yığılma ehtimalının 2 ən böyüklər budur. 54'te 1'lər. Deyir bunların yığılma ehtimalı cəminin 2 ən kiçik yığılma ehtimalının cəminə olan nisbətini tap. Bunların cəmini tapmaq istəyirəmsə 54'te 1 üstə gələ 54'te 1 bərabərdir. Bu 27'de 1 eləyir. Bu isə 216'da 1 ilə 108'de 1'i toplayanda bu eləyir 216'da 3. O da bərabərdir 72'de 1. İndi deyir ən kiçiklərinin cəmi ən böyüklərinin cəminə. 27'de 1 vurulsun. Niyə vurulsun deyirəm? Bir ədədi bir ədədə bölmək onun tərsinə vurmaqdır. 1'də 72. Bunlar ixtisar gedir. Bu da bərabər 3'də 8. Hə, çətindirmi? Bəli. İndi keçirəm 13-cü suala. Sadə bir tərəzi idi. 2 kvadratın 5 dairəyə verdiyi. Bir dosta 2 ulduz. Gətirin bax bu 3 dənə dairəni sileyim. Yerinə yazım 2 dənə ulduz. Onda 2 kvadrat məndə. 2 dairə 4 2 ulduzdursa, kvadratın da biri bərabərdir. 1 ulduz 1 dairəyə. Onda 1 ulduz 1 dairə məndə nəyə bərabərdir? Şey. Növbəti sual. Hə, gəldik bu ayaqlarım. Bizim bir tələbəmiz var. Bayaq bu sualı soruşdu. Dedi burada birincini tapdım. Okey. İkincini də tapdım. Üçüncünü də tapdım. Üçüncünü daha doğrusu tapamadım. Bunu nə eləyib bilməm. Demək dostlar, gördüyünüz kimi 81-dən 81 alıb, 84-dən 144 alıb. Bu nə eləyib? Və gördüyünüz verilən misalın rəqəmləri cəmi. 8-in üstünə 4 gəlir. Buna A, buna B desəm. Yəni həmin ədədin rəqəmləri cəminin kvadratıdır. Birinci sətirdə yazılacaqların hamısı A üstə gələ B-nin kvadratıdır. Yəni 9-un üstünü şüşələrdir. Onun kvadratı. Elə 144. 21'dən 2 alıb, 84'dən 2 alıb, 90. Burada isə sol tərəfdəki rəqəmi bölüb sağ tərəfdəki rəqəmi. Yəni 8-i bölüb 1-ə alardım 8. Görürsünüz 9-u bölüb 3-ə 3. 8-i bölüb 4-ə 2. Burada ən çətin olan bu aşağıdakı 8 ilə 1-dən 5 sonuç alıb. 9 ilə 3-dən 27 alıb. 2 ilə 1-dən bura 8 olmalıdır. Dediyim kimi diqqətimdən yayınıb. 8 olmalı. Bu da neydi? Heç nə dostlar. Ədədi bölüb 8-i bölüb səfər 1-ə, yəni A bölüb B. Onun kubudur. Yəni 8-i bölüb 1-ə 8 kubu 5 son 2. 9-u bölüb 3-ə 3 onun kubu 27. Yəni verilən misalda 8-i bölərdim 4-ə. Onun da kubu bərabərdir. Belə 2. O da kubu 8. Və bunların hamısını toplayardım. 8, 8 və 144. Cəmi edir 160. Ümumiyyətlə qeyd edeyim ki, tapmaca tipli cədvəl və bu cədvəllə bağlanan digər suallar qəbulda bizim bir neçə dənə sual formasında rastımıza çıxa bilir. Sonra var 15-ci sual. Yenə qanuna uyğunluğun tapılması ilə bağlıdır. Birinci verilənləri qeyd eləyərdim. AB bərabərdir C kvadratı. BC bərabərdir 32 və C kvadratı da bərabərdir 256. Kaş qəbula belə suallar düşsün, kaş. Onda C bərabərdir 16-ya.
Dostlar, S 16-dırsa, B-min qiyməti 2-dir. Hə, bitdi B bəndi. A-nı soruşmur. B 2-dir, əslində bu da 256-dırsa. A-nın da qiyməti 128-dir. Keç edirəm növbəti sualı. Hə, misallar, imtahanların vaz keçilməzi. Sən necə gözəlsən adlandırdığımız həmin o mövzu. Nə deyir hesab əməlləri? Sen ananı toplayıb görürsünüz dostlar, yazıb 2. B ilə B-dən 3 alıb. Demək bu nədir? Əslində A plus C 12-dir. Bir yadda. İndi bir yaddadirsə A ilə C 12-dirsə, demək burada bir də yaddadır keçib bu tərəfə. Yəni B ilə B-nin cəmi 2B bizdə bərabərdir. Plus 1 bərabərdir 13. Onda 2B 12. B neçədir? 6. Hə, niyə B-yə biz məsələn 1 demirik? Dostlar, B-yə 1 desəydik əgər. Axı A ilə C-yə sən 12 demisən. Burada niyə 13 almısın? Bir 12-ni də bölərdim 6-ya. O da bərabərdir 2. B variantı. Keç edirəm növbəti suala. Sizinlə bərabər. Şifrələmə ilə bağlı olan sualdır. Yəqin ki, əksəriyyətiniz bunu bilirsiniz. Verilən misalda həm şifrələmənin başqa tipi də var. İndi onu da baxacağıq sizinlə bərabər. Demək ki, gördüyünüz yazıb Merkuri 3C 7H. Burada görülən bax bu 1, o demək ki, dostlar, birinci hərf M-dir. Bu A-da onun kodunu göstərir. Yəni, kodu A-dır. 5 o deməkdir ki, 5-ci hərf U-dur. Amma mən misal belə tapmıram, amma bir-bir oturur. Ben eynirsən müəllim? V hərfi yuxarıda yoxdur. Ona görə birə dəymirəm. Bax görürsünüz, ikinci hərfi də Y-dir. Dördüncü hərfi də Y-dir. Y məndə burada 2 nə deməkdir? B. Demək məndə onda 2-də B olmalıdır. Verilən misalda. Onda 4 də B olmalıdır. Demək ikincisi və dördüncüsü B olanları axtarıq. C variantını əlvida. Y variantını əlvida. Sonra üçüncü hərf N-dir. N məndə burada neçədir? 6 Q. Demək amma məndə 3 nə olmalıdır Q? Baxım görüm hamısında elədir. 3 Q, 3 Q, 3 Q. Q-yə dəymirəm. Sonra baxıram R-ya. R məndə 6 5-ci hərfdir. Burada da 5-dir. 5-ci hərf məndə C-dir. Demək məndə də 5 nə olmalıdır C. Baxıram C, C, 5-ə C. Dəymirəm buna da. Bir də 6-cı hərf A. Amma A burada ikincidir. Məndə amma 6-ya nə olmalıdır? M. Baxıram ki, bunda 6 M-dir. Bunda 6 M-dir. Bunda. Ben ya baxmayın müəllim. Demək burada bir axtarmaq lazımdır. Nə tər ki burada yazıb ha, birə F. F ola bilməz. Niyə? F başqasının kodudur. Nə tər ki burada yazıb birə D. Baxın görün D burada dördüncü hərf deməkdir. Dördüncü hərf nədir? K. Avtomatik gedir. Yəni D də ola bilməz sənin kodunda. Ona görə verilən misalda bizə ki birə Z-dir burada. Burada da birə X-dır. B bəndə də ola bilməz. Deyə bilərsiniz niyə? Çünki X-dır. X baxın burada 7-dir, yəni id. Misal çətin oldu. D bəndə. Hə, qəbul sualları çətindirmi? Bəli. Ona görə də dəyərli dostlar, keçirəm bura. İlk işim nədir? Bir qayda olaraq. 18-ci sual. Keçən səfər də biz bunu sizinlə bərabər etmişdik. X şərti dilidir. Elnur telefonla danışır. Telefonla danışan Mahirdir. Bu sualı burada sərbəst misal kimi buraxacağım. İndi burada qeyd edeyim. İndi bunu birazdan qruplara da göndərəcəm test olaraq. 20 sual bir də arxasınca əlavə suallar da göndərəcəm yazmanız üçün. Sizlər onu yazacaqsınız. Biz də baxacağıq ki, görək burada bu suallar necə edirik. 18-ci sualı sizin özünüzə buraxıram. Keçən səfər izah eləmişdim. Noyabrdakı qəbulda da vardı. Sonra 19-cu sual var burada. Eğer toplama çıxma ilə bağlıdır. Bir-bir verilənləri qeyd eləyərdi. A plus C bərabərdir 28. 2B bərabərdir C-yə. Bir də buradakı misallardan. AB bərabərdir 2C və AC də bərabər 96. Əməli, mən bunu neyniyim? Dostlar, verilən misal ya tərəf-tərəfə vura da bilərdiniz.
Mən tərəf-tərəfə bölməyin tərəfdarıyam deyə bunları tərəf-tərəfə bölərdi. 2 ilə də 96 gedərdi. Burada qalardı 48. B bölünsün C. Birbaşa yazılır. Bərabər. C böl 48. Onda C kvadratı bərabərdir 48B'ye. Sonra bax buradan bu gördüyünüz misalda 2B C-yə bərabərdir. B bərabərdir C bölü 2. Yatırıb burada qoyardım yerinə. C kvadratı bərabərdir 48 vurulsun C bölü 2. C-nin birindən C gedər, 2 ilə 48 gedər. C bərabərdir 24. Ha, indi C 24-sə, A-dakı 4. Bitdi. Son bir sual var burada. Bu ekranda görəcəyiniz misal. Bunu da sərbəst misal kimi buraxacağım sizə. Çünki bunu qəbulda demək olar ki, uşaqların çoxsu yazmamışdı. Baxarsınız buna da.